Uşaqlar, sadəcə DİM testləri ilə, toplularla, blokda yüksək nəticə toplayacağınızı, eyni zamanda balınızı artıracağınızı düşünürsünüzsə, yanılırsınız. Blokda yaxşı nəticə üçün ancaq blok tipli, səviyyəli, samballı və çətinləşmiş suallar işləmək lazımdır. Bunun ən gözəl, ən praktik, optimal variantı budur. Yəni, sən yüzlərlə test işləmə. Sən işdə gün ərzində 20 dənə, 30 dənə, amma samballı test işlə. Bax, o imtahan suallarını görmüşsünüz ha. Həmin testlər kimi testlər işlə. Yəni, günlük test sayınızı artırmağa deyil, günlük testin ağırlıq səviyyəsini artırmağa köklənin. İdman eləyənlər bunu yaxşı bilər. İdmanda bir əzələnin böyüməyini istəyirsənsə, təkrar sayını deyil, ağırlığı artırırsan ki, əzələn inkişaf eləsin, böyüsün, ağrı verilsin. Mexaniki stres deyirlər ona. Deməli, bizim sahədə də təhsildə də bu cürdür. Deməli, əgər sən inkişaf istəyirsənsə, ən gözəl, ən qəşəng variant odur ki, samballı testlərlə işləmə vərdişini artıracaqsan, həmçinin testlərlə işləmə sürətini də vaxtla işləyəcəksən. Samballı testləri vaxtla işləyəcəksən. Yəni, çətin tipli, həcmli, iri suallara köklənin, öyrədici yükü, elmi yükü, mahiyyəti, çətinləşmiş testlərə daha çox yüklənin. Asan 200 test işləyincə 20 dənə samballı çətin test işlə, onu da vaxtla. Düşünürəm ki, bunun faydası olacaq. Biz inşallah ikinci cəhd üçün açılacaq qrupda belə eləyəcəyik. Yəni, imtahana kimi ancaq çətinləşmiş, ağır, yəni hətta müəllim səviyyəli suallar işlədəcəyik ki, imtahanda sən sınaq müddəti çətin olmalıdır ki, imtahan sənə asan gəlsin. Sən asan suallar işləyib imtahana gedirsən, şoka düşürsən. Sən çətin suallarını işləyib imtahana getməlisən ki, oradakı orta və aşağı səviyyəli və yaxud çətin suallar sənin işlədiyin orta suallara bərabər olsun ki, həyəcan filan olanda da balans düzəlmiş olsun. Bizim onlayn qruplara qoşulmaq üçün 1 aylıq onlayn qruplara və yaxud gələn üçün onlayn qruplara, hətta yay dərslərinə qoşulmaq 8, 9, 10, 7-ci sinif şagirdləri 055 597 01 51 nömrəmizə yaza bilər. Hələlik, sağ olun.